İlham Əliyev, Qurana əl basaraq deyirsən ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Yalansa sənin var yoxluğu sikim, nəslini sikim, atavın məzarını sikim. Qəhbənin balası 15 ildir 2 dənə evimi əlimdən alıblar, geri ala bilmirəm. Necə oldu, sən mənim prezidentim ola bilmirsən? Hansı anası qəhbə, qızı qəhbə, arvadı qəhbə, Hacı İbrahimlərin, nə bilim, Bəylərlərin, Kamaləddinlərin, Adil Əliyevlərin, vilayətlərin prezidenti olursan, qəhbənin balası. Sənin evvi əlindən alsalar, ay arvadıdırıq, ay nəslivi sikim İlham Əliyev. Evvi əlindən alıblar, prezident döyürsən. 3 dənə qəhbə qızınla, bir dənə də Daltonik Heydər oğlunla qalmısan bayarda. Ay var yoxluğu sikim, neyniyərsən? Soxub çivə sakit yanarsan ki, səs eləməyim, DTX arvadı qəhbəli Ağayev məni öldürtürəcək. Vilayət Eyvazov məni tuturacaq, dalımda killer gələcək. Sən elə qəhbəsən ki, soxub çivə yanarsan. Amma mən sizin hamımızın var yoxluğunuzu sikəcəm, haqqımı bər.